Bugün Arazın o tayında baş verən hadisələr müəyyən mənada Azərbaycanın Qarabağ uğrunda savaşının uğurlarından da güc alıb. Həmin hərəkatın edamlara, təzyiqlərə, ölümlərə baxmadan inadla davam etməsi həm də dünya Azərbaycanlılarının Qarabağ zəfərindən aldığı ilhamın və ümummilli ruhun yaratdığı dalğa ilə də bağlıdır. Bu təəssürat yazısı publisist Ulduz Qasımın yaradıcılığına münasibətdən qaynaqlanır. Soydaşımız uzun illər vətəndən uzaqda yaşasa da bir anda olsun özünü onun taleyindən kənarda görməyib. Onun əsərləri insan olmaq uğrunda mübarizə salnaməsidir. Tələbə gündəliyi, Mən aşiqəm Qarabağda, Qürbət zöhrəsi, sosial şəbəkədə ardıcıl olaraq davam edən esseləri, publisist yazıları cəmiyyətə insan olmağın yolunu təlqin edən əsərlərdir. Xocalı şikəstəsi, Solmayan Nərgiz, Qarabağda qiyamət, Ağ göyərçinlər romanları qanın qurumadığı, qisas uğrunda mübarizənin ən odlu çağlarında yazılmış əsərlərdir. Və demək, tarixi Qarabağnamələrin mənəvi davamı olan Ulduz salnaməsi müəllifin vətən uğrunda bir savaşçı olduğunun sübut sənədləridir. Və nəhayət, Qaçaq Aslan romanı. Bu romanın qəhrəmanı Qaçaq Aslan Təbrizdə 1945-ci ildə milli hökuməti qurmuş qəhrəmanların ümumiləşmiş obrazıdır. Qaçaq Aslan milli savaşın bədii salnaməsidir. Təkcə elə bu roman bəs edir ki, sıravi fədailərin hər biri miqyassız bir qəhrəman kimi qəbul edilsin. Əsər insan gücünün nəyə qadir olduğunu ən real, həyati epizodlarla göstərə bilir. Baxmayaraq ki, milli hökumət uğrunda savaş birlik şərəfli yoldan sonra öz qanında boğuldu. Əlbəttə, Birləşmiş Beynəlxalq İrtica və Şah rejimi heç bir insani qanun tanımadığını və yalnız mənafi mövqeyindən hökm etdiyini artıq tarixin lənətli bir səhifəsi kimi miras qoyub getdi. Milli hökumətin lideri Seyid Cəfər Pişəvəri hadisələrin sonunda onu tək qoyan Sovet müttəfiqlərinə açıq-aşkar demişdi ki, siz bizim ideallarımıza xəyanət etdiniz. İndi imkan verin, öz haqqımızı qoruyaraq döyüş meydanında şərəflə ölək. Böyük Pişəvərinin bir xalq üçün tarixi and ola biləcək həmin sözləri bugün yaddaşlarda oyanmaqdadır. Çox güman ki, Qaçaq Aslan romanının təmsil etdiyi insanların da hər biri indi məzar sükutunda ruhunun dili ilə danışır. Qaçaq Aslan romanının son səhifələrində çox təsirli epizod var. Şərqşünaslıq fakültəsinin tələbəsi Beytullah Ərsalan onunla bir qrupda oxuyan dostu Kamalla Cəbrayıla qonaq gedir. Sərhəddin kənarı ilə şütüyən qatarın pəncərəsindən Araz boyu baxır. Dəmiryol xəttindən bir neçə metr o tərəfə tikanlı məftillərin cızıltısını öz canında hiss edir və bunu dostuna da bildirir. Dostunun dayısı, dövrünün tanınmış adamı, sosialist əməyi qəhrəmanı Köçəri Babayev bacısı oğlunun təklifi ilə onları Xudafərinə aparır. Üstündən az qalan bir quşda səkməyən tikanlı məftillərin qapısını açdırır, Beytullah Ərsalanın körpü üstünə çıxmasına icazə alır. Yeniyetməlik çağınacan doğma yurdunun havası ilə böyümüş Beytullah, sanki atasından aldığı həsrət yanğısı ilə o taya baxır. Təkcə elə onun düşüncələri yeni nəsillərə birlik dərsliyi ola biləcək gücdədir. Ulduz Qasım Qaçaq Aslan romanını ürək qanı ilə yazıb. Necə ki, Qarabağ salnamələrini iztirabları ilə, qəlb göynəmləri ilə yaradıb. Ulduz, sözün həqiqi mənasında savaşçıdır. O, zahirən çox sakit görünən, ağrısını içində çəkən qələm əhlidir. Təkcə onun hansı müqavimətləri dəf etdiyini təsəvvür edə bilsək, bu cansız, çəlimsiz qadının daxilən necə böyük qüdrət sahibi olduğunu dərk etmək çətin olmaz. O, əhatəsində olanların müqavimətini qıraraq, yorulmadan yazı savaşı apararaq, əsərlərinə necə nail olubsa, yaratdıqlarını da elə iradəsi və inamı ilə işıqlığa çıxara bilib. Ulduz vətəndən uzaqda yana-yana yaşamağın, oda tutularaq yaratmağın örnəyidir. Bilmirəm, bəlkə də təkrar etmək yerinə düşər. Haradadır elə bir vətən fədaisi olan imkanlı şəxs ki, bu əsəri daha kütləvi tirajla nəşr edib ünvanına çatdıra bilər. Əlbəttə, söhbət Qaçaq Aslan romanından gedir. Ulduz Qasım yaradıcılığının fikir ünvanlarının hər tərəfinə yol aça biləcək zamanını yaşayır. Vətəninin taleyini sözünün taleyi bildiyi kimi, sözünün də taleyini vətəninin taleyi kimi qavrayır. Belə olmasaydı, yəqin ki, Qaçaq Aslan kimi yanğı ilə dolu əsəri yaratmaq çətin olardı. Aslan Borçinin taleyi ən ağır həsrətlərdən keçərək bugün yaddaşlarda təzədən oyanışa gəlir. Ötən aylarda İranın Zəncan şəhərindən olan jurnalist yazısı Səhra Rızai Qaçaq Aslan romanını fars dilinə tərcümə edib. Səhra xanıma və Təbrizdə fəaliyyət göstərən Əsonayi nəşriyyatına təşəkkür edirik.
Bugünün qaçaq aslanları öz fədai babalarının yolunda davamlı mübarizədədir. Belə bir vaxtda Qaçaq Aslan romanı qəlblərə milli ruh, əzələlərə qüvvət və dözüm gətirir. On 19-cu əsrdə Gürcü yazıçılarının Azərbaycan mövzusuna maraq və məhəbbətinin güclənməsinə Azərbaycanlılarla Gürcülərin çiyin-çiyinə yaşadığı, mübarizə apardığı, mütərəqqi Azərbaycan ziyalılarının toplaşdığı Tiflis ədəbi mühitinin də rolu az deyildi. Məhz bu mühit yazıçılar, mətbuat xadimləri, jurnalistlər, aktyorlar və arasındakı sıx təmas və qarşılıqlı əlaqələr müasir ədəbiyyatşünaslıqda deyildiyi kimi, kontakt əlaqələr daha geniş vüsət alaraq Azərbaycan ədəbiyyatında Gürcü ədəbiyyatında isə Azərbaycan mövzusunun güclənməsinə, xalqlarımız arasındakı dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə kömək edirdi. Azərbaycan həyatı, xalqımızın adət və ənənəsi, keçdiyimiz şanlı yol, Azərbaycan və Gürcü xalqlarının yadelli işğalçılara qarşı birgə mübarizədə möhkəmlənmiş dostluğu Gürcü ədəbiyyatını maraqlı mövzularla zənginləşdirirdi. Bu dövrdə Azərbaycanda baş verən böyük ictimai, iqtisadi və siyasi irəliləyişlər Gürcü ədəbiyyatında və bu ədəbiyyatın əsas təbliğ vasitələrindən biri olan mətbuatda öz əksini tapırdı. Humanizm və demokratiya bayrağını yüksək tutan Gürcü yazarlarının köhnə nəsil ilə çiyin-çiyinə gedən yeni ədəbiyyatçılar nəsli Azərbaycan xalqının həyatını unutmur, öz sələflərinin ənənələrinə sədaqətlə yanaşırdılar. Gürcü ədəbiyyatında olduqca rəngarəng olan Azərbaycan mövzusunda çoxlu əsərlər 19-cu əsrin ortalarından başlayaraq yaranmağa başlamışdı. Gürcü dilində çıxan qəzet və jurnallarda, toplu və kitablarda Bakı, Gəncə, Zaqatala, Quba, Qazax, Şəki, Qarabağın müxtəlif güşələri, o cümlədən Şuşa şəhəri haqqında müxtəlif janrlarda yazılmış publisistik və bədii əsərləri çap olunmuşdur və digərlərinin Azərbaycana həsr etdikləri nəzm və nəsr əsərlərini demirik. Bütün bunlar Gürcü oxucusuna Azərbaycanla, onun keçmişi və indisi ilə tanış olmaq imkanı verirdi. Burada məqsədimiz həmin dövrdə Azərbaycan mövzusunda yazılmış əsərlərin heç də hamısından bəhs etmək deyildir. Müasir dövrdə uydurma Qarabağ problemi ətrafında baş verən hadisələr, min cür fırıldaqlar işlədildiyi bir zamanda xüsusi aktuallıq kəsb edən yalnız bir əsərin 9-cu əsrdə yaşayıb yaratmış öz sələflərinin gözəl ənənələrini davam etdirən Gürcü şairi Georgi Dvanadzenin 1878-ci ildə Tiflisdə, Gürcü dilində ayrıca kitabça şəklində çapdan çıxmış Qarabağlı Qaçaq Aslan bəyə poeması haqqında danışmaq lap yerinə düşərdi. 19-cu əsrdə Çar mütləqiyyətinə qarşı mübarizənin formalarından biri kimi qaçaqçılıq Zaqafqaziyada, Rusiyada və digər bölgələrdə geniş yayıldığı bizə məlumdur. Bu hərəkət yazıçılara, o cümlədən Gürcü yazıçılarına mövzu verirdi. Onlar Azərbaycanda qaçaqçılığı xüsusi diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq mövzusunda əsərlərlə zənginləşdirirdilər. Zurab Antonov məhz belə etmişdir. Onun yaratdığı Koroğlu pyesində Koroğlu surəti Gürcü səhnəsində xalqın havadarı olan, onun azadlığı uğrunda bəylərə və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi Dvanadzenin ondan təxminən 20 il sonra yaratdığı Qaçaq Aslan bəy surəti də Gürcü xalqına mərdlik, ədalət hissləri tərbiyə etmək məqsədi daşıyır. Poema hər cür sərvətlə zəngin olan, tarlaları göz işlədikcə uzanan, pambıq və yun, ipək və düyü, arpa və buğda, kilim və xalça kimi məhsulları, köhlən atları ilə şöhrət qazanmış Qarabağın tərifi ilə başlanır. Qarabağ dediyi ulu bir diyar. Sərvətlə, nemətlə dolu bir diyar. Tarlalar uzanır göz işlədikcə. Onları suvarır dumduru çaylar. Ətrafda ucalan möhtəşəm dağlar. Bu gözəl torpağa keçik çəkirlər. Yerlərin sahibi igid türklərdir. Pambıq becərirlər, çəltik əkirlər. Bolluq məskənidir başdan ayağa. Heç kəs möhtac deyil çörəyə, yağa. İpəyin parçası aşıb daşıbdır. Kilimi, xalçası məşhurlaşıbdır. Dünyada tanınır atları onun. Min dərdə dərmandır otları onun. Ətrafa baxanda ürək sevinir. Arzu qanadlanır, dilək sevinir. Tərcümənin ikinci bəndinə diqqət yetirsək görürük ki, Gürcü şairi. Ətrafda ucalan möhtəşəm dağlar. Bu gözəl torpağa keçik çəkirlər. Misraları ilə söhbətini Qarabağın dağlıq hissəsindən, yəni indiki dağlıq Qarabağdan getdiyini, sonraki misralarda isə Qarabağın yalnız türklərin, yəni Azərbaycanlıların əlində olduğunu göstərir.
Gürcü şairi Qarabağın əsrarəngiz gözəlliyinə, füsunkarlığına, heyvanlar aləminə vurğundur. O, yazır ki, ceyranlar, cüyürlər sürüsünü görəndə insan dərdini tamamilə unudur, təbiətin gözəlliyindən sonsuz ləzzət alır. Bu diyar öz igid qaçaqları ilə məşhurdur. Georgi Dvanadzeni hər şeydən əvvəl məhz bu məsələ maraqlandırır. Qarabağda qaçaqçılığın qəhrəmanlıq işi olduğunu, insanın ləyaqətinin onunla ölçüldüyünü göstərir. Bilməsə qaçaqlıq hər hansı oğlan. Qızlar ötüb keçər eləsindən yan. Aslan poemasında mərd, cəsarətli qəhrəman, bəylərə qan udduran bir qaçaq kimi təsvir edilmişdir. Yeri yurdu qalın və keçilməz meşələr olan bu igid 3 dəfə həbsxanadan qaçmışdır. Onu yenidən tutmaq son dərəcədə çətindir, çünki sərrast atəş açmağı hamıdan yaxşı bacarır, başına topladığı dəstə ilə güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və Qarabağ xanı Şirvan bu dəstəyə qarşı mübarizədə zəif görünürlər. Qovğalardan çıxmış dəstəsi hər an. Güzəştə getməmiş ya da heç zaman. Vuruşmuş, çarpışmış hədsiz hünərlə. Dönmüş məskəninə yalnız zəfərlə. Müəllif Aslan bəyin igidliyindən çox böyük həvəs və ilhamla söhbət açır. Onu Epolad qəlbli insan adlandırır. Zəhmli qılıncı ilə düşmənin bağrını yardığını göstərir. Qarabağlı qaçaq Aslan bəyə poeması Gürcü ədəbiyyatında qəhrəmanlıq mövzusunda yazılmış qiymətli əsərdir. Bizə isə tariximizi nəzər salmağımız, keçmişimizə qanrıldığımız üçün əvəzsiz ədəbi abidədir. Burada Qarabağ xanlığı, İbrahim xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar tarixi şəxsiyyətlərdir. Çox ehtimal ki, Aslan bəyə qarşı mübarizədə aciz olan, qaçağı yalnız hilə işlətmək yolu ilə ələ keçirməyə çalışan mayor Qriqoryev də o dövrdə çarizmə xidmət etmiş gerçək şəxsdir. Belə olduğu halda Aslan bəy surətini Gürcü şairinin təxəyyülünün məhsulu hesab etmək düzgün olmazdı. Tarixi şəxsiyyətlərin əhatəsində olduğuna görə, bundan əlavə poemada verilən bəzi cizgilərdən göründüyü kimi Aslan bəy Georgi Dvanadzenin müasiri olmuşdur. Deməli, Aslan bəy özü də qaçaq Nəbi, qaçaq Kərəm kimi xalqın azadlığı uğrunda mübarizə aparan tarixi şəxsiyyətdir. Gürcü şairi Aslan bəy surətini yaratmaqla və onun Gürcü ədəbiyyatında xalqın azadlığı uğrunda mübariz kimi təsvir etməklə gürcülərdə qəhrəmanlıq və vətənpərvərlik hissi tərbiyə etmək məqsədi güdmüşdür. Onlarla Gürcü şair və yazıçıların Azərbaycan mövzusunda yazdıqları əsərlər gürcülərlə Azərbaycanlıların tarixi dostluq ənənəsidir və bugün də həmin dostluq davam edir. Tarixi qədim olan xalq inkişafı və tərəqqini mehriban dostluqda, millətlərarası münasibətlərdə, dilindən, dinindən asılı olmayaraq ənənələrə hörmətdə və onu qiymətləndirməkdə görür.